Professor Xəlil Kələntər bir sıra texnologiya nəhəngləri ilə çalışmış görkəmli alimdir. Telefon və kompüter işlədərkən, televizora baxarkən görüntülərin çoxu LCD ekranlar, maye kristal displeylər vasitəsilə bizə çatır. Hər gün qarşımıza çıxan bu texnologiyanın görünməyən bir sirri var. LCD ekranların arxa işıqlandırma sistemi. Məhz bu sistem görüntünü həm parlaq, həm də aydın göstərir. Bəlkə də bilmirdiniz. Mən sizə deyim, bu texnologiyanın inkişafında həmyerlimiz Xəlil Kələntərin mühüm rolu olub. Xəlil Kələntər gənc yaşlarından elektronika mühəndisliyinə maraq göstərib. O bu sahədə optik elektron sistemlər, sensor və ekran texnologiyaları üzərində işləməyə başlayıb. Xəlil bəyin elmi məqalələri və ixtiraları beynəlxalq miqyasda diqqət çəkib. O bütün bu zəhmətinin nəticəsində 1981-ci ildə Nagoya Universitetindən professor kimi işləmək üçün Yaponiyaya dəvət alıb. Təsəvvür edin ki, Yaponiya kimi texnoloji cəhətdən inkişaf etmiş bir ölkədə həmyerlimizə ehtiyac duyulub. Alim orada 10 il professor kimi çalışıb. Xəlil bəy Nagoya və Tohoku universitetlərində fəlsəfə doktoru dərəcəsi alıb. Professor Xəlil Kələntər məşhur texnologiya nəhəngləri üçün iş görüb. O dünya üzrə ən çox istifadə olunan notebookların birinin konsepsiyasını hazırlayıb. 1990-cı illərin ortalarından etibarən LCD ekranların arxa işıqlandırma texnologiyasını təkmilləşdirərək onları daha nazik, parlaq və enerji baxımından qənaətçil edib. Bu yenilik Apple şirkətinin birinci nəsil modellərində də tətbiq olunub. Xəlil Kələntərin ümumilikdə 100-ə qədər patenti, 3 müəllif kitabı, 6 həm müəllif kitabı və yüzlərlə elmi məqaləsi var.